Dostlar, salamlayıram sizi. Deməli, bu səfər də biz reyting müfəttişində Rafael Əhmədovun oyununa baxacağıq. Yenə reytingini gizlədibdir və görək Rafaellə digər oyunçunun reytingini biz təxmin eləyə biləcəkmi? Yenə analiz eləmişəm və istəyirəm ki, oyuna sizlə bir yerdə baxam. Və belə daha maraqlı olur deməli. Burada deyəsən, qoy görüm mesajda hansında Rafael olubdu. Ağ qara bilinmir, heç yazmayıb burada mən ağlarda yaxud da qaralarda oynamışam. Amma buna baxmayaraq gəlin baxaq da hər ikisini təxmin eləyək. Həm ağın, həm qaranın oyununu təxmin eləyək. Deməli Y4 ilə başlayıb ağlar Y5 cavab verilib və filini C4 xanasına çıxıb, rəqib isə F6 gediş eləyib, piyadaya hücum eləyib. Bundan sonra artıq bəli, vəziri nətə çıxdı bu belə. Nə eləmək istəyir ki? Çoban mat eləmək istəyirdi. Bu nə gedişdə elə ağlarda oynayıbdı. Deməli atını qaralar C6-ya çıxıb, bundan sonra mərkəzdəki digər D piyadasını qabağa verib. Nə bilim, bilinmir nədir. Çünki at ora girə bilərdi. Bəli, atı girib vəzirə hücum eləyə bilərdi. Artıq vəzir məcbur geri qayıtmalı idi və qaraların atı mərkəzdə olacaqdı. Düzdür, piyada ilə də hücum olunurdu, ancaq yenə də ağların tempi geri düşürdü. Burada yəqin ki, bu piyadanı nə veribdi? Onsuz da at burada yoxdur. At burada F3-də olanda əsasən piyadanı qabağa verirlər ki, ən azından atın C5 xanasına çıxmanın qarşısını alasan. Ancaq o piyada H6 gedişini heç cür mənalandıramadı. Ağların indi bu C3 gedişini başa düşmək olar ki, yəqin ki, atın deməli D4-ə gəlməyinin qarşısını alır ağlar. Ona görə də C3 gediş eləyir. Bundan sonra qaralar filini çıxır. Əlbəttə ki, vaxt artıq qala qurma vaxtıdır və filini, qara filini çıxır. Burada bu da məntiqsiz gedişdir. Ancaq yox, məntiqli gediş nəyə görədir? Çünki gələcək oyunlarda məsəl üçün qaralar D6 gediş eləyib fillə vəzirə hücum oluna bilərdi. Ona görə də ağlar məncə H3 ona görə oynayır ki, növbəti gedişdə D6 və fil C5 sürüşünün qarşısını alsın. Ona görə də indidən H3 gediş eləyir. Ancaq hələ atını çıxmayıb ağlar. Bəli, deməli rəqib D6 gediş eləyir və qaralar artıq vəzirini qara xanaya çıxır və boş piyadaya hücum eləyir. Gördüyünüz kimi C7 piyadası boşdur və qaralar atla həmin piyadanı müdafiə eləyir. Vəzirlə yenidən geri qayıdaraq ata hücum olunur, at isə geri qayıdır. Bundan sonra artıq deyəsən ağlar şah cinahından artıq hücum etmək istəyir və piyadanı G4 eləyir və rəqib artıq vəzirini çıxır. Artıq vəzirini şahın qabağına çıxmaq bu deməkdir ki, qaralar artıq böyük qala qurmaya hazırlaşır və artıq deməli burada bu maraqlı gediş idi, C5 gedişi, çünki artıq məcbur edici gedişdir. Rəqib atını çəkir. Aslında vurmaq olardı. Amma vurandan sonra deməli fil gəlirdi. Ağların qara fili gəlib artıq atı bağlamaya salırdı. Bəlkə də ona görə də həmin piyadanı vurmaz. Ancaq topun qabağını açmağa görə məncə vurmaq olardı. Sonradan rəqib deyəsən bu düz gedişdir ki, bu düz gedişdir. Çünki növbəti gedişdə rəqib deməli piyada ilə C5 vursa, ağlar filini gətirib oturacaqdı C5-ə. Ondan sonra piyadanın qabağı eləyib qabağını almaq olardı. Amma nəysə, dəyişimlər olur. Yenə mən dediyim kimi situasiya davam eləyir və bəli, bu gedişdən sonra artıq qara fil geri qaçılmalıdır və rəqib artıq piyadanı qabaq eləyir. Bu piyada da məntiqsiz gedişi idi. Çünki orada atlar çıxmayıbsa da, əgər rəqibin atları çıxmayıbsa da, yəni H6, A6 və yaxud da A3, H3 gedişinin etməyin heç bir mənası yoxdur. Ancaq iki gediş bundan qabaq təxmin etmək olar ki, məsəl üçün oradan ya fil ya atına gəlib hücum eləyə bilər. Ondan sonra H3, A3, yaxud da H6, A6 etmək olar. Yəni əgər o təhlükə yoxdursa da bu gedişin heç bir mənası yoxdur. Ondan sonra fili çıxıb atı bura qoyub, B6 qoyub, sonra fili D7-yə çıxıb qala qurmaq ondan yaxşıdır. Bəli, ağlar artıq piyadanı qabağa verməyə başlayıb və qaralar atını oynayır. At ora niyə oynuyor?
B6 daha yaxşı idi ki, filə hücum olasın. Çünki fil artıq orada təhlükəli fiqurdur. Gördüyünüz kimi axanlara nəzarət eləyir. Ona görə də fili götürmək daha məqsədə uyğun idi və artıq ağlar atını çıxır. Qaralar isə filini D7 xanasına qoyub artıq qala qurmaq istəyir və deyəsən ağlar qaraların böyük qala qurma edəcəyini anlayaraq indidən piyadasını A3 eləyib, sonradan növbəti gedişdə B4 gediş eləyir. Amma birbaşa B4 gediş eləmək daha yaxşı idi. Artıq filə birbaşa hücum var idi və qaralar artıq qala qurur və bundan sonra artıq ağlar B4 gediş eləyərək qara filə hücum eləyir. Bəli, qara fil ən təhlükəsiz yerə A7 xanasına qaçır. Çünki növbəti gedişdə B6-ya qaçsaydı piyada gediş eləyirdi və yenə də A5 gediş eləyərək yenə piyada hücum eləyirdi. Piyada ilə filə hücum eləyirdi və burada qaralar artıq temp bitirirdi. Ona görə birbaşa A7-yə çəkir ki, bu təhlükədən canını qutarsın. Və gördüyünüz kimi ağlar yenə də vəzir cinahından artıq hücuma başlayıb A4 gediş eləyir və qaralar atını çəkir. Çünki bu nəyə lazım idi ki, bu gediş? Və deməli belə bir gediş var idi. Deməli B5 eləsəydi piyada ilə vururdu. Yəqin ki, fillə vurardı. Fillə vursaydı filə hücum eləyirdi. Fillər dəyişilirdi və topla filə hücum olunurdu. Amma at buradaydı, imkan verməyəcəkdi və ola bilsin ki, qaralar ağ filinin qabağını almağa görə, açmağa görə o gediş elədi, at gedişini elədi. Və artıq ağlar B5 gediş eləyir və dəyişimlər olur. Topla filə hücum var. Fil təhlükəsiz mövqeyə çıxır, yəni B6-ya gəlir. Artıq fili narahat eləyək, hələ ki elə bir fiqur yoxdur və yaxud da piyada yoxdur və ağlar atını A3 xanasına çıxır. Qaralar isə digər atını, bəli, F8-dəki atını artıq gətirib mərkəzə, biraz da mərkəzə gətirmək istəyir E6 xanasına və növbəti gedişdə burada qoya bilərdi. Ancaq ağlar filini mərkəzləşdirir. Qaralar isə topunu yəqin ki salda cütləşdirmək istəyir ki, piyadaya hücum eləsin. Ancaq ağlar isə filini artıq mərkəzdə möhkəmləndirir və yaxud da gələcək gedişlər üçün fili bura qoyaraq piyadanı sürə bilər qabağa. Bəli, qaralar artıq topunu cütləşdirdi. Bu top at gedişi heç bir mənaya kəsb eləmir. Bura gələ bilər, fili vura bilər. Yəni burada başqa nə edə bilərdi? Başqa heç. Nəysə, qaralar atını daha da möhkəmləndirdi. Çünki bayaqları at buradaydı və digər atın qarşısını alırdı. Yəni gəlsəydi vururdu. Ancaq burada qaraların atı daha da yaxşı mövqeyə çəkildi. Artıq qaraların atını oradan çəkmək üçün ən azından ağlar biraz fikirləşməli olacaq. Biraz başları dərdlədir, türklər demiş. Və vəzirə hücum olunur atla, vəzir isə geri çəkilir. Qaralar isə artıq H piyadasına hücuma başlayır və piyada qabağa sürülür. Bəli, fillə əlaqəni kəsməkdən ötürü, yəni fil də görürsünüz ki, piyadaya baxırdı və qaralar həmin filin, həmin piyadaya baxmamağını qarşısını almaqdan ötürü piyadanı G5 eləyir ki, ən azından bu piyadanı bir nəfər hücum, yəni görürsünüz ki, müdafiə eləyən bir dənə topdur. Ona görə də piyadanı qabağa eləyir ki, fillə o piyadanın əlaqəsi kəsilsin. Və ağlar artıq vəzirini H xanasına çıxır və yəqin ki, buradan hücuma başlayacaq. Çünki fil də artıq bu piyadaya baxır. Əgər vəzir H A8 xanasına qoysa, qaralar üçün vəziyyət burada çətinləşir. Bəli, toplar artıq dəyişilir. Ağlar isə mərkəzdə olan ata hücum etmək istəyir və ona görə fili mərkəzləşdirir. Bəli, Y3 gediş eləyir. Həm də vəzirin şahın önünü açmaq istəyir. Bundan sonra artıq deyəsən ağlar topunu itirdi. Bəli. Artıq vəzir gördüyünüz kimi yerləşdi A8 xanasına və B7 xanasındakı olan piyadanı saxlamaq lazımdır. Burada isə topu geri qayıtdı. Bəli, bu səhv gediş idi. Çünki bu B7 piyadasını müdafiə eləməli idi. B7 piyadasını qaralar necə müdafiə edir? Top gedişi blunder gedişidir. Gəlin bunu geri qaytarağın görən buradan necə eləyə bilərdi? Yəni sonradan oyuna gələrik. Deməli 31-ci gedişdəyik. Gəlin buradan görək nə edə bilirdik bu piyadanı müdafiə etmək üçün. Deməli burada ən azından bizim atla şahımız var idi. Gəlin bu şahı verəyin. Şah gəlirdi bura. Sonra bəli, atı geri qaytararaq bəli, bu piyadanı müdafiə eləyə bilirdik. Ancaq burada şah gəlsəydi belə, atı məsəl üçün vura bilərdik və ən azından burada
vəziyyəti düzəldə bilərdik və B7 xanasındakı olan ən azından piyadanı müdafiə edə bilərdik. Görək başqa nə edə bilirdik. Deməli, burada 31-ci yenə gedişdədir. Deməli, B3-dən şah verirdik. Yenə qayıdırdıq geri. Burada nə edə bilirdik? Vururduq, qoyduq bunu. Əgər bunu vursaydı, piyada ilə vurub yenə atı müdafiə eləyirdik. Sonra şah gəlsəydi bunu vurmaq olardı. Bəli, bu da gözəl həmlə imiş. Həmçinin də belə bir şey var. Deməli, burada artıq vəziri burada tupikdədir. Ağların artıq vəziri çıxa bilmir oradan və demək olar ki, qaralar fiqur üstünlüyündən oyunu uda bilərdilər. Ancaq topu geri qayıtmaq məncə yaxşı gediş deyildi. Çünki bax belə təzədən göstərirəm. Deməli, atla şah verirdik. Deməli, şah yaxınlaşırdı. Sonra atı geri qaytarırdıq. Ola bilərdi ki, məsələn, fillə bu fil vura bilərdi ki, məsəl üçün ata hücum olunsun, ancaq yenə də piyada ilə qaytararaq atı müdafiə edirdik. Həmçinin də gördüyünüz kimi şahın önünü asırdıq və bundan sonra əgər şah yaxınlaşsaydı belə topu məsəl üçün burada qurban vermək olardı və qaralar fiqur üstünlüyü olurdu. Ona görə də topun belə gəlməyi heç də məntiqli deyildi. Artıq qaralar bir neçə gedişə mat göstərir və fillə şah veririk. Bəli, qaraların atı da düşür. Bundan sonra məcburdur ki, filini önünə qoysun. Bundan sonra ağlar vəzirlə həmin fili vuraraq mat eləyir. Bəli, bayaqki vəziyyətdən çıxsaydı əgər qaralar, yəqin ki, atını tərpətmək istəmir, hayfı gəlmir atına və B7 piyadasında müdafiəsiz buraxır. Həmçinin də B7 müdafiəsi fillər dəysəydi belə piyadanın qabağa gələrək şahın önünü aça bilərdilər. Ona görə o gedişi görmür və məğlubiyyətinə səbəb olur. Ancaq belə uduş qaraların idi. Qaralar düzgün oynasaydı udardılar. Belə baxıram. Deməli, yenə baxaq, Rafael Əhmədovun oyununa baxdıq biz bu günləri. Belə deyərdim ki, hardasa 1600-1700 civarında olan oyundu. 1600-1700 belə deyək, reytingli oyuncuların oyunuydu. Hər ikisi də elə eyni reytingli idi. Sadəcə olaraq qaralar düzgün gediş etsəydilər, ağları udardılar. Yəqin ki, Rafael Əhmədovun ağlarda oynayıbdı, çünki udduğu oyunu göndəribdi bizə. Belə qısa deyəkdi, qısa desək 1700. Hər ikisinin də reytingi 1700-dür. İndi siz izləyicilər də bir baxın oyuna. 1600-1700 arası. İndi siz də baxarsınız, reytingini təxmin eləyə bilərsiniz. Rəy bölməsində yazarsınız. Sonda Rafael Əhmədov yəqin ki, öz oyununu tanıyacaqdır və rəydə öz düzgün reytingini yazacaq dostlar. İzlədiyiniz üçün sağ olun, minnətdaram. Təşəkkür edirəm sizə.